Hörmətli izləyicilər, mən day bu İlham Əliyevdən və onun tayfasından əlimi üzmüşəm. Ümidim qalıb bax buna. Bunun da adını bilmirəm. Deməli, əgər mən bunu tam üfrəsəm, bizim arzularımız Çin olacaq. Mehman Hüseynov nə istəyir ki? Mehman Hüseynov istəyir ki, qazın, suyun, işığın qiyməti azalsın. Metroda, avtobusda gediş haqqı azalsın. İlham Əliyev bu cəmaata uşaq pulu versin, pensiyanı qaldırsın, pensiya yaşını azaltsın, iş yerləri açsın, İlham Əliyev qazilərin pensiyasını qaldırsın. Bir sözlə, İlham Əliyev puldan bu cəmaata buraxsın, biz də kef eləyək. Bunu istəyirəm, amma bunun üçün mən bunu tam üfrəməliyəm ki, arzularımız gerçəkləşsin. Görək, ya Allah. Ümidimizi sənə bağlamışdıq. Yemədik, getdik. Dostlar, görürsünüzmü? İlham Əliyev bir tərəfdən bizə itələyir, bu da bir tərəfdən bizim arzularımızı yarıda qoyur. Məncə biz belə şeylərə çox inansaq, hər şey yaxşı olacaq. Bax, nə deyim, Buy! Buna tüpürmək lazım imiş. Belə yaşayışa tüpürəndə düzəlir. Görsən, tüp elədim, düzəldi. Görək, tüpürdüm, üfləndi, tüpürdüm. Ta Allah axırımızı xeyir eləsin.